Hicablı xanımlardan nə istəyirsiniz? Nə? Bu nə paylaşımlarda edirsiniz? Bir deyil, iki deyil. Elə gün olmur ki, qarşıma bu cür paylaşımlar çıxmasın. Bir qadın sırf Allah rizası üçün saçını gizlədirsə, başını bağlayırsa, ona yalnız təqdir düşür. Təqdir etmək olar onu. Nə qədər nəfsi tox qadındır ki, Allah rizası üçün başını bağlaya bilir. Nəfsinə sahib çıxa bilir. Allahın əmrinə tabe ola bilir. Nə qədər onun böyük təqvası var. Hər qadın istəyər ki, saçı açıq gəzsin. Çünki qadınlar saçı çox sevirlər. Sizdən, məndən fərqli olaraq Allahın əmrinə tabe olursa, sırf Allah rizası üçün gözəl saçını gizlədirsə, bu cür qadınlara əhsən düşür.